İnsanın özünü özünə tanıttırmadan Allahı ona tanıttıranda Allah yükə çevrilir. Bizdə var ki, özünü tanıyasan, biləsən ki, Allaha ehtiyacın var, Allaha ehtiyaclısan, bunu başa düşəsən, sonra sana Allahı tanıttıralar. Ümumiyyətlə, biz bir şeye ehtiyacımızı başa düşmədən onu bizə versələr, bizə yük kimi qəbul olunacaq. Bizə lazımsız kimi görünəcək. Bizə əvvəl insan olaraq izah eləmək lazımdır ki, sənin buna ehtiyacın var. Bir şeye bizə ehtiyaclı olanda, onu bizə verəndə biz onu bağrımıza basa bilirik. Allahla da bağlı təbliğat belə qurulmalıdır həmişə. Amma biz insan başa düşmədən ki, Allaha ehtiyaclıdır, biz Allahdan danışırıq. Başa düşürsün. Onda belə çıxır ki, Allah sənə zor deyir. Bir Allah var, sənə yer yox. Sən içindən mütaliəyə başlasın, deyirsən ki, mənim sudan, havadan artıq bir varlığa ehtiyacım var, onun adı Allahdır. Onun varlığı mənim ehtiyacımın cavabıdır. Bəşəriyyət Allahsızlıqdan yorulub. Allahsızlıq təkcə ateizm deyil, Allahsızlıq yəni Allahı itaət məqamından çıxartmaq. Bildiniz? Allahsız o deyir ki, Allah gərək əmr edə bəndə itaət. Bu münasibət yoxdursa adam Allahsızdır. Allahlılıq nədir? Allahlılıq yəni o əmr eləsin, sən itaət və bu münasibət yaransın səninlə Allah arasında. Tanrını bu mövqedən çıxardıblar. Bəşəriyyətin bugünkü yaşam modeli buna əsaslanır. Və bəndəli axtarışdır bugün. İnsanlar onu axtarır. Deyir, Avropada ən çox dinə gəlirlər Ramazan ayında. Çünki itaət qoxusu gəlir Ramazan ayından. İnsan da itirdiyi budur. İnsan bunu axtarır. Qop bu sonu olan şeylərdən. Allah bunu deyir. Sonu olan şeylər sənlik deyil. Qane eləməyəcək səni. Sonu olan şeylərdən qop. Problemlər olacaq həmişə. Problemdir, çətinlikdir. Bunlar olacaq. Amma səni bir sonsuz hədəf məşğul eləsin özünə. Elə bir hədəf tap ki, sonra sualı yaranmasın. Deməyəsən, sonra nə olacaq? O da cavabsız qalsın. Belə bir hədəf tap. Çünki cavabsız qalmasın. İnsan dərindən Allah adlı hədəfi tanıyan kimi dərhal onun içində ona pərəstiş eləmək hissi oyanır. Bunu deyirlər inqilab, qəflətdən ayrılmaq. Dərhal onu tanıyan kimi deyir, Allah istəyirəm mən əmr eləyəsin, başqası. Və bu münasibət bizim aramızda yaranıb yox. Neçədən Ramazan ayı keçirmişik, yaranmayıb. Tuturuq oruc. Amma belə var desən ki, oruc namaz təkcə yox. Mühüm olan sənin əmrindir. Elə xoş deyirəm mən əmr eləyəsən. Elə xoş deyirəm mənə desən, əmr filan şey, elə mən dediyim baş üstə. Bax budur, bax bu. Bu da əsas məsələ budur.